Hər vaxtınız xeyir olsun. ARB 24-də peşəkar mübahisə efirdədir. Son günlər Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın şəxsi nümayəndəsi Steve Witkoff'un Moskvadan birbaşa Bakıya gəlməsi ilə bağlı həm yerli mediada, həm də Rusiya mətbuatında məlumatlar dərc edilir. Məsələ rəsmi təsdiqini tapmasa da bunu İsrail, ABŞ, Azərbaycan üçbucağının qurulması kimi təhlil etməyə başlayıblar. Xüsusən də İsrailin baş nazirinin parlamentdəki çıxışı və yüksək səviyyəli ravinlərin Trumpa məktub göndərməsi prosesi sürətləndirib. Bəs nəyə lazımdır belə bir strateji tərəfdaşlıq? Az sonra bütün bunları müzakirə edəcəyik. Studiyamızın qonaqları siyasi ekspertlər Abtalib Səmədov. Abtalib bəy, xoş gəlmişsiniz, salamlayıram sizi. Eyni zamanda Oqtay Qasımovla da danışacağıq, sizi də salamlayıram. Bu Amerika-İsrail, Azərbaycan məsələsinə xüsusi toxunacağıq, amma son məlumatlar ondan ibarətdir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinin ofisinin yaydığı məlumat, daha doğrusu informasiyalara, fikirlərə münasibət bildirdi. Hansı ki, son dövrlər Azərbaycan mövqelərinin durmadan atəşə tutulmasının şahidi oluruq. Paşinyanın ofisi isə bunu inkar eləməyə başlamışdı. Azərbaycan tərəfi konkret olaraq məsələ ilə bağlı fikrini bildirdi və bu bəyanatı qətiyyətlə rədd elədiyini vurğuladı. İkinci bir məsələ, rəsmi Bakı qeyd elədi ki, sülh müqaviləsinin bağlanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır. Bu şərt yerinə yetirilmədən sülh müqaviləsi imzalanmayacaq. Növbəti dəfə belə bir açıqlama verildi. Son günlər Ermənistan-Azərbaycan arasında hansı proseslər baş verir? Sanki bir gərginlik yaşanırmış kimi gəlir bizə. Əslində qalsa bu gərginlik nə vaxt azaldı ki? Və daha çox gərginliyi yaradan da məlumdur. Hər dəfə müəyyən problemlər yaradır və sonra da imtina eləyir. Heç üzr də istəmir. Bu Ermənistandır. Söhbət Ermənistandan gedir təbii ki. 2021-ci ilin martından sülh danışıqları başlayıb. Hər dəfə təzə təkliflər, sonra imtina eləmək. Yeni təklif, yenə imtina eləmək. İndi son iki təklif qəbul eləmədi. İndi elədilər. İndi də ateşkəs, belə xırda təxribatlar. Yaxşı, sən orduya nəzarət eləyə bilmirsənsə, bunu qürur məsələsini niyə çevirirsən ki? Əgər sülhə gediriksə, etiraf elə ki, biz tərəfdən olub. Avropa missiyası, Avropa İttifaqının missiyası nə işlə məşğuldur? Yəni arada o cəsusluq fəaliyyətindən başqa biraz da o birisi işlərlə məşğul olsunlar və bu ateşkəs məsələsində biraz ciddi olsunlar. Çünki həqiqətən də tam mətn razılaşdırılıb. O son iki razılaşdırılmayan bənddə də Ermənistan israr edirdi. Nəhayət ondan da imtina elədilər. İndi heç olmasa əlavə problemlər yaratma və təbii ki, konstitusiyadan, həmin preambuladan o müddəa çıxarılmalıdır. Və çıxartmaq da çətin deyil. Yəni çox asanlıqla onu 202-ci maddəsi var Ermənistan konstitusiyasının. Preambulada dəyişiklik referendum tələb eləmir. Parlamentdə 3-də 2 səs çoxluğundan bunu qısa müddətdə həll eləmək olar. Yaxud deməli bəyannaməni dəyişdir. Bəyannamədə də bir cümlədir. Yəni bir yana istinad burada bir cümlədir, bir cümlədə bəyannamədədir. İkisini də dəyişdirmək asandır. Bunu yenə də uzadırlar və bir müddətdən sonra yenə ofisdən bəyanat verəcəklər ki, bunu da qəbul edirik. Eləyin, vaxtında eləyin, qutarsında bu iş. Oqtay müəllim, çox maraqlıdır ki, Ermənistan tərəfi bunu inkar edir ki, mövqelər atəşə tutulmayıb. Azərbaycan sadəcə təxribat xarakterli çıxışlarla yadda qalır. Təxminən bunu deməyə çalışırlar, amma hər şey göz qabağındadır. Videolar var, video materiallar var, fotolar var və s. və ilaxır. Ermənistan nəyə nail olmaq istəyir? Bəs indiki mərhələdən söhbət gelirsə? Ermənistan hazırki mərhələdə ona nail olmaq istəyir ki, Ermənistanın birincisi sülh tərəfdarı kimi obrazı bir daha təsdiq olunsun. Biz bugünə qədər Ermənistan tərəfindən ancaq yumşaq ritorikanı müşahidə edirik. 5 ildə həmişə sülhdən danışıblar, kommunikasiyalar açmağa hazırıq. Bütün məsələlər, bu proseslər normal axarında gedə bilər və həll oluna bilər, amma əməldə tamamilə başqa bir şeylər görə. Hər dəfə hansısa bir mövzu ortaya gətirilərək, ya hansısa təkliflərə bir cümləyə bir söz artıraraq yaxud azaldaraq mənanı dəyişməyə çalışır, vaxt udmağa çalışırlar. İndiki mərhələdə mən hesab edirəm ki, bu təxribatların həyata keçirilməsinin
Əsas məqsədi ondan ibarət ki, son bir neçə ayda artıq Amerikada hakimiyyət dəyişdiyindən sonra Güney Qafqazdakı məsələlər nisbətən arxa plana keçib, bu qəbul olmasıdır. Dünyada artıq daha ciddi məsələlər gündəmdədir və Amerikanın gündəmi hal-hazırda Rusiya-Ukrayna savaşının durdurulması, yaxın şərqdəki vəziyyətin sabitləşdirilməsi və təbii ki, Çinlə olan məsələlərdir. Güney Qafqaz arxa plandadır. Ermənistan öz aləmində belə düşünür ki, Paşinyan komandası, burada mümkün qədər sərhədlərdə təxribatlara getməklə Azərbaycanın hansısa hərəkətlərə sövq etmək cavab tədbirlərinə və dünənki o erməni hərbçisinin videosunda yəqin izlədiniz. Orada sırf təhrikçi hərəkətlərdir, hələ bu yumşağıdır. Bir də var ki, silahdan siz ateş açırsınız qarşı tərəfə. Yəni bunun adekvat tədbirlər həyata keçiriləndə yenidən səs-küy qaldırırlar. Avropada, xüsusilə də bu biraz da Fransa ilə əlaqələndirilmiş bir Avropa İttifaqı ilə məsələdir. Çünki missiyada oradadır. Missiyada təsdiq eləmir ki, sərhədlərdə atəşkəs rejimi pozulub. Diqqət edirsə, onlar da belə bir məlumatların olmadığını bildirirlər. Və bunun üzərindən Azərbaycana təzyiq eləmək əslində yarımçıq bir sənədi imzalatılır. Paşinyanın bütün bu saat istəyi hesab edirəm ki, odur ki, yekunlaşmamış bu sənədi, razılaşdırılmış amma yekunlaşmamış. Çünki Azərbaycanın tələbi var ki, konstitusiya dəyişməlidir. Şərti sərhədlərdən 3-cü qüvvələr çıxarılmalıdır. Qarşılıqlı iddialarla bağlı beynəlxalq məhkəmələrdə bunlar geri çəkilməlidir və s. ATƏT-in Minsk qrupu və s. Xeyli məsələlər var da, praktik olaraq bunlar həll olunmalıdır. Bunların çoxu da Abdullah müəllim demiş ki, zaman tələb edən məsələlər deyil. Bunun üzərindən ki, Azərbaycanın sülh istəməyən tərəf kimi obrazını yarar, yenidən təzyiqi artırmaq və diqqəti bura yönəltmək. Güney Qafqaza yönəltmək, təzyiq altında Ermənistanın istədiyi formada, yarımçıq bir sənədi bir formada Azərbaycana da imzalattırmaq. Amma bu alınsız məsələ deyil. Yəni Birləşmiş Ştatlar bura artıq nəzər yetirəndə görsünlər ki, bir hərbi gərginliyi var. Diqqət edin, Voltsun Hikmət Hacıyevlə telefon danışığını nə qədər ermənilər necə deyərlər, tirajlayırlar və orada xüsusilə də həbsdə olan şəxslərlə bağlı məsələnin üzərindən bu məsələyə yanaşmağa çalışırlar və bir daha qeyd edəməksə çalışırlar ki, Trump administrasiyasının diqqətini cəlb eləməklə, necə ki, Rusiya-Ukrayna məsələsində Amerika müəyyən qədər təzyiq rıçaqlarını işə salıb, müəyyən bir addımlar attırmaq istəyir. Burada da həmin şeyə nail olmaqla, üzr istəyirəm, Azərbaycanın yarımçıq, o bitkin olmayan, əslində bu ilkin bir sənəddir, çərçivə sənədidir demək olar, amma bu yekun sənəd deyil. Ona imza attırmaqla Paşinyan məsələni bitmiş hesab edir. Amma biz konstitusiyada dəyişiklik olmayınca Azərbaycan, mən düşünmürəm ki, o sənədə imza ata bilər, yaxud atmalıdır. Bundan başqa digər, üzr istəyirəm, bu son cümləm deyil, Ermənistanın milli qanunvericilik demək, aktlarında, o cümlədən təhlükəsizlik konsepsiyasında, hərbi doktrinasında və s. orada xeyli məsələlər var ki, öz həllini tapmalıdır. Bunlar tapmayınca bizim aramızdakı normallaşma prosesi ləngiyəcək. Aydın məsələdir. Yeri gəlmişkən Ermənistanın Ədliyyə Naziri sonuncu dəfə vurğulayıb ki, bizim konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiası yoxdur. Bu dəqiqdir. Belə bir fakt mövcud deyil. Məsələ ondan ibarətdir ki, Oktay müəllim vurğuladı. Hazırda Vaşinqton üçün Cənubi Qafqaz ən axırıncı yerlərdən birindədir. Təbii ki, indiki mərhələdə birinci yerdə olması uyğun deyil. Təbii ki, Rusiya-Ukrayna məsələsi var, yaxın şərq var. Ən axırıncı pillədəyik. Yəni Cənubi Qafqaz olaraq Vaşinqton üçün. Bu məsələ ilə razısınız yoxsa yox? Düzü yox. Niyə? Çünki Trump tarixə sülh yaradan bir prezident kimi düşmək istəyir. Ən tez sülhə də burada nail olmaq mümkündür. Ona görə qısa müddətdə sən ortaya iş qoymaq istəyirsənsə, təzyiq göstər, tez də burada sülhə nail olunsun. Yəni bu baxımdan mən hesab edirəm ki, Azərbaycan-Ermənistan məsələsi çox da arxada deyil. Və çox güman ki... Hər halda birinci və ikinci sırada deyil. Təbii birinci, ikinci heç vaxt olmayıb, ola da bilməz. İmkan olan ki, məsələ razıyam. Dərhal, əslində burada ən tez sülhə getmə imkanı buradadır. Məsələlər prinsipcə bitib. Sadəcə bəzi addımlar atılmalıdır, onu eləyə bilərlər. İndi Trump'ın xüsusi nümayəndəsinin də mən güman edirəm ki, səfəri olub, həqiqətən də olub. Və tamamilə mümkündür ki, elə bu məsələ ilə bağlı, həm də bu məsələ ilə bağlı. Təbii ki, başqa məsələlər də var. Bu sülh sazişini yekunlaşdırmaq məsələsi. Və burada problem nədən ibarət? İndi Ədliyyə Naziri deyir ki, bizim konstitusiyada Azərbaycana ərazi iddiası yoxdur. Bəli, vurulur. Bunun mahiyyəti nədir? Konstitusiyada nə yazılıb? Preambulada. Erməni xalqı müstəqillik bəyannaməsində təsbit olunan ümumilli hədəflərə
əsaslanaraq Ermənistan konstitusiyasını qəbul edir. Yəni istinad var ki, müstəqillik bəyannaməsində göstərilən hədəflər. Müstəqillik bəyannaməsində nə yazılıb? Burada da yenə başqa bir şey istinad var. Ermənistan Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi barədə qərarından çıxış edərək bəyan edir. Yəni o qərara istinad var ki, 89-cu ilin dekabrın 1-də Ermənistanla Qarabağın birləşməsi haqqında qərar qəbul olunub. Hansı ki o qərarı SSR Ali Soveti o vaxt ləğv eləmişdi. Yəni söhbət bundan gedir ki, bu iki sənədin birində dəyişiklik kifayətdir ki, bu problem aradan qalsın. Bunu eləmək əvəzinə Ermənistan Konstitusiya Məhkəməsi 2023-cü ilin deməli sentyabrında, 26 sentyabrında qərar qəbul edir. Həmin o reglament deməli delimitasiya komissiyasının reglamentini təsdiq eləyəndə, rəy verəndə ona deyir ki, Ermənistan Konstitusiyası yalnız orada yazılanlardan ibarətdir. Heç bir akta istinad oluna bilməz. Yəni o istinadı hüquqdan kənar elan edir. Deyir ki, əgər konstitusiyamızda yazılıbsa ki, Ermənistanla Qarabağ birləşib, burada ərazi iddiası var. Ancaq istinad olunursa ki, müstəqillik bəyannaməsinin göstərilən hədəflərə uyğun olaraq biz bu konstitusiyanı qəbul edirik. Bu konstitusiyanın mətnində olmadığına görə bu ərazi iddiası sayıla bilməz. Yəni, sən bunun asan yolunu qoyub, parlamentdə 3-2 səs çoxluğunuz var idi, indi 1-2 nəfər azalıb. Ancaq yenə də nail ola bilərsən. Oradan bir cümləni çıxartmaq, nə olan şeydir ki, burada da Ermənistan hakimiyyətinin mahiyyəti buradadır. Hər şeyi bu cür çətinliyə salmaq. Yadınıza salın, bir vaxt deyirdi Minsk qrupu çərçivəsində olsun, Qarabağın statusu olsun dedilər. Sonra dedi Qarabağın təhlükəsizliyi məsələsi olsun, beynəlxalq mexanizmlər dedilər. İmtina elədilər hamısından. Sonda da bu Minsk qrupu məsələsi idi. Sonra məhkəmələr qarşılıqlı iddialardan imtina eləməkdir. Üçüncü dövlətlərin nümayəndələrinin olmamasıdır. Bunlardan da imtina elədilər demək olar ki, burada da razılaşma var. Bir konstitusiya məsələsi qalıb. Yaxşı, bunu niyə düyünə salırsınız? Və üstəlik mən bir şey də demək istəyirəm. Ermənistanın qəbul elədiyi bütün yaxşı qərarların arxasında təzyiq durur. Təzyiq olmadan onlar heç bir qərarı qəbul eləmir. Onlara təzyiq edirlər. Mütləq təzyiq olmalı və özləri də Biz eləməliyik bunu. Biz deyəndə ki, misal üçün Paşinyan birinci dəfə nə dedi? Dedi ki, Avropadakı dostlarımız bizə məsləhət görür ki, Qarabağın statusunu endirin. Sonra misal üçün Praqa prosesində, Praqa deməli sammitində o sənədə ki, nə cür qol çəkdi, təzyiqlərdən sonra qol çəkdi. Yəni, üçüncü təzyiqə də ehtiyac var ki, çox xırda bir məsələ qalıb. Artıq demək olar ki, burada məncə bu çərçivə sənədi deyil. 17 bəndlik normal sülh müqaviləsidir. Çünki əvvəl belə bir təklif oldu ki, bəlkə çərçivə sənədi imzalayaq, Azərbaycan etiraz elədi buna. Ona görə 17 maddə də razılaşdırılıb. Bunu düyünə salmağa nə ehtiyac var? Düyünə bilərəkdən salırlar. Çünki Simonyanın da belə bir açıqlaması var idi. Dedi ki, əgər belədirsə, gəlin biz konstitusiyalarımızı Azərbaycanda, Ermənistanda göndərək Venesiya komissiyasına, orada bu məsələyə baxsınlar. Maksimum şəkildə sanki ikili münasibətlərdən qaçmağa çalışırlar hazırki məqamda. Venesiya komissiyasına niyə? Bunlar hamısı, bilirsiniz, Venesiya komissiyası bu konstitusiya, qanunvericiliklə bağlı əsas rəy verən bir qurumdur. Avropa Şurası. Bəli, ATƏT-in, Avropa Şurasının əsas, yəni o ən mötəbər rəy onların rəyisi. Və bizə də dırnaq arası dost münasibəti məlumdur. O başqa mövzudur. Yəni, burada bu konstitusiyaları yenidən Venesiya komissiyasına göndər, bunlar hamısı vaxt uzatmaqdır. İllərlə vaxtımız gedə bilər. Təbii ki, ən azı orada Venesiya komissiyası o konstitusiyaları incələmək üçün ən az bir il vaxt sərf edəcək. Orada ekspert qrupu yaradılmalıdır, orada tərcümə olunmuş variantlar olmalıdır. Sürətləndirilmiş halda 6 ay çəkir. Yəni, mümkün, yəni 2 dənə konstitusiyanı götürsə, bu vaxt uzatmaq, bu vaxt uzatmağın bir başqa növüdür, gərək yoxdur. Azərbaycan konstitusiyasında onların iddia elədiyi məsələ bu ərazi iddiasını özündə ehtiva eləmir. O sadəcə olaraq bir cümlə gedir ki, Azərbaycan Respublikası 18-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Vəssalam. Ermənilər nədən narahatdır? Onu çox yaxşı bilirlər. Bilirlər ki, Paris konferansında o vaxtki Xalq Cumhuriyyəti 114 min kvadrat kilometr ərazi ilə tanınıb beynəlxalq səviyyədə.
Və indi həmən 114 min kvadrat kilometr ərazidən 20 mindən artığı kəsilib Ermənistana verib. 21 min kvadrat kilometr Ermənistana birləşdirilib deyil. Bugünkü Ermənistan olub 29,7 min kvadrat kilometr. Hansı ki, onların sələfləri olan Ararat Respublikası cəmi 9 min kvadrat kilometrə yaxın ərazidə mövcud idi. Söhbət bundan gedir. Yəni bu ərazi iddiası deyil, sadəcə bu varislik məsələsi biz orada qeyd eləmişik. Amma orada Abdullah müəllim dediyi kimi Ermənistan konstitusiyasında birbaşa müstəqillik haqqında bəyannaməyə istinad var və orada da hər şey açıq-açıq yazılıbda. Birbaşa Qarabağa iddia var. Hələ mən o demək, müstəqillik bəyannaməsində qardaş Türkiyəyə qarşı olan ərazi iddialarında buyuran aşağı yuxarı bu konstitusiyaya görə Ermənistan ərazisi hardasa 200 min kvadrat kilometr olmalıdır. 6 dənə vilayət oradan, Azərbaycanın Qarabağ bölgəsi, o cümlədən hələ orada sətr altı bir Naxçıvana da iddialar, ad çəkilməsə də var. Çünki bu Ermənistanda bu açıqdır da. O baxımdan yəni o konstitusiya dəyişməlidir. Çünki bugün erməni cəmiyyətinin özündə konstitusiya referenduma dəyişikliyin əleyhinə kifayət qədər ciddi bir təbəqə var. Ona görə də Azərbaycan dövləti erməni cəmiyyəti ilə müqavilə bağlamaq istəyir. Hansısa siyasi komandanın deyil. Paşinyanın komandası bugün hakimiyyəti sabah seçkilərdə uduza bilər, başqa birisi gələr və onu da qəbul etməz. Ona görə bəli, cəmiyyətlə, erməni xalqı ilə o müqavilə imzalanmalıdır. Bu da referendumla keçir bunun yolu. Bu arada eyni məsələyə sizin də fikrinizi öyrənmək istəyərdim. Simoniyanın dediyi ki, gəlin konstitusiyalarımızı Venesiya komissiyasına göndərək. Bu bir məsələ konstitusiya ilə bağlı. İkincisi, Paşinyanın Türkiyəli jurnalistlərə müsahibəsi var idi. Bəzi hissələrinə baxdım. Bununla bağlı da sual verildi Nikol Paşinyana Türkiyəli jurnalistlər tərəfindən və o dilə gətirdi ki, bizim konstitusiyamızda Azərbaycana qarşı, nəinki Azərbaycana, heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Heç bir ölkəyə qarşı deyəndə burada ən böyük nəzərdə tutduğu ölkə Türkiyə anlayışı var idi. Bir sözlə də etiraf elədi, yox, dilə gətirdi ki, bizim ərazi iddiamız yoxdur konstitusiyada. Yəni bu o deməkdir ki, dolayısıyla biz bu konstitusiyanı dəyişməyəcəyik. Yox, konstitusiyanı dəyişəcəklər. Yəni bu o bəndi dəyişməyəcək. Sadəcə olaraq 2026-cı ildə istəyir bunu eləsin və seçkiləri udandan sonra eləsin. Nüfusu da günü-gündən düşür. Ancaq xoşbəxtlik də ondadır ki, Ermənistanda ortabab da bir siyasətçi yoxdur ki, nüfusu 9%-ə gəlib düşmüş adamı gəlsin uçsun. Bundan aşağı nə ola bilər ki? Yəni bu bir tərəfdən Paşinyanın xoşbəxtliyidir. Ancaq 2026-cı ilə qədər niyə gözləməliyik ki biz? Bir şeyi indi həll eləmək mümkündür və burada açıq-aşkar yazılıb ki, Ermənistanla Qarabağın birləşməsi haqqında qərar, konkret qərara istinad var. Bundan başqa nə yazılmalıdır? Onlar indi dəyişsələr nə baş verəcək? Referenduma geçsələr? Referenduma geçsə də yəqin ki, keçməz. Yəqin ki, keçməz. Çünki Ermənistan əhalisinin çoxu xəstədir. Açıq demək lazımdır. Və bunlar elə ona görə bu cür adamlar gəlib çıxır. Levon Petrosyanlar gəlir çıxır, Kaçaryan, nə bilim Sarkisyan kimləri gəlir çıxır ki, fəxrlə deyirlər ki, biz 600 il ərzində ermənilərin eləmədiyini həll elədik. Problemi həll elədik. Levon Petrosyanın məşhur çıxışı. Yəni bu ermənilərin dilinlə danışırdı. İndi məğlub olsalar da, biraz ruhdan düşsələr də, ancaq o düşüncə hələ də qalıb və referenduma geçsə yəqin ki, keçməz. Hə, gələcəkdə elə bir şans yarana bilərmi ki, bütövlükdə konstitusiyanı qəbul eləsin, ola bilər. İndiki şərait, azıq getməyə ehtiyac yoxdur referenduma. Preambulanı referenduma çıxartmağa ehtiyac yoxdur, çünki o maddələr ki, dəyişiləndə referendumun keçirilməsi tələb olunur 202-ci maddədir. Preambula yazılmayıb. Birinci fəsildən başlayır, ardıcılıqla göstərilir. Ona görə, yaxud tutaq ki, preambulanda dəyişdirmirsən, müstəqillik haqqında bəyannaməni dəyişdir. Oradan o bir cümləni çıxart. Orada da istinad var. Yəni, əslində qalsa, vəziyyət çox sadədir. Və bu sadə məsələləri də şişirtmək, böyütmək ustalardır qarşımızdan deyil. Elə qeydlər var ki, deyir orada referenduma ehtiyac yoxdur. Bilməm, razısız yoxsa yox, amma indiki mərhələdə həmin bəndləri dəyişmək Ermənistana hansı problemləri yarada bilər? Əsas məsələ niyyətdir. Əgər niyyət varsa, o məsələlər sürətlə həll olur. Yox, niyyət yoxdursa, bu cür başlayacaqlar uzatmağa. O ki, qaldı Paşinyanın Türkiyə mediasına verdiyi müsahibədə, o böyük bir
yanlışlığa yol verir. 15 il qabaq xatırlayırsa Suriya protokolları nə oldu? Gəldi Ermənistanda Konstitusiya Məhkəməsində geri döndü. Ermənistan Konstitusiyasına uyğunluq təşkil etmədiyi. Səbəb nə idi? Səbəb məsələ həmin məsələ idi. Ərazi iddiaları Konstitusiyada yer alıb. Onun deməyini deyil ki, Paşinyan. Türkiyə ərazi iddiaları orada var, soyqırım məsələsi var, digərləri var. Bunlar hamısı orada qanunvericilik haqlarında hamısı keçir. O baxımdan Paşinyan əgər istəsə müəyyən məsələləri sürətlə həll edə bilər. Ən azı Konstitusiya məsələsi ilə bağlı da bir öhdəlik, yazılı öhdəlik də götürülə bilər. Və Ermənistan cəmiyyətində əslində müəyyən maarifçilik işi də aparıla bilər. Amma eyni zamanda təzyiqsiz də bu məsələ çətin olacaq. Çünki təzyiq hökmən lazımdır. Biz qarşımızdakı tərəfi, mən indi də düşmən demək istəmirəm. Ancaq onlar deyirlər. Hə, desinlər, indi biz onlar deyilik. Çox qəribə. Təbii ki, düşmən hərəkətlər ediblər, düşmənçilik aparıblar. Bugün də düşmənçilik mövqeyindədirlər. Biz sadəcə olaraq bu düşmənçiliyin o səhifəsini qapatmaq istəyirik ki, gələcəyə perspektiv açaq. Onu istəmirlərsə özləri biləcək. Amma bir formada onlar istəsə də, istəməsə də bu proses gedir. Onlar o belə deyək də, o keçiddən, o bərədən keçməlidirlər. Başqa variantları yoxdur. Amma o biraz sadəcə vaxtın uzanmağı onların da zərəri nədir, bizim də bölgənin də. Ən çox da özlərinin zərəridir. Bu arada təxribatlardan danışaq biraz. Çünki Avropa İttifaqı müşahidəçilərinin də hər gün demək olar ki, sərhədimizə gələrək binokullə biz tərəfə baxmaları, müəyyən qeydlər aparmaları, bizim sərhədçilərimizin də bu prosesləri müşahidə etməyi, ardınca Ermənistan tərəfinin atəş açmağı fərqli istiqamətlərdən. Gün oldu ki, 4 dəfə atəşə tutdular bizim mövqelərimizi və indi də Paşinyanın ofisi bunu inkar edir. Azərbaycan Xarici İşlər Nazirliyi də cavab verir buna. Məsələ necə tənzimlənə bilər? Yəni, bu atəşin açılmağı bizə nə mesaj ötürməyə çalışırlar ermənilərin əli ilə? Erməni özü bu atəşi açır, yoxsa açdırırlar? İkisi də ola bilər. O atəşin açılmağından maraqlı olan kənar qüvvələr də var. İlk növbədə mən güman edirəm ki, Rusiya bu tezliklə sülh müqaviləsinin imzalanmasını istəmir. Çünki gözləyir ki, artıq Ukraynada məsələ yekunlaşmaq üzrədir. Trump gəlib onun demək olar ki, eyni mövqedən onun vəkili kimi çıxış eləyir və qısa müddətdə bu məsələni həll eləyib, istəyir ki, Cənubi Qafqazda daha çox artırsın nüfuzunu və Trump da çox güman ki, buna etiraz eləmək fikrində deyil. Çünki verdiyi bəyanatlar onu göstərir ki, Biden administrasiyasının yeritdiyi siyasəti yanlış sayır. Biz o ərazilərə müdaxilə etməməliyik deyir. Hətta müəyyən öhdəliklər də götürmək istəyirlər ki, Pribaltikadan müəyyən qüvvələr çıxarılsın. NATO-ya üzvlük məsələsində Ukrayna deyir, üzv ola bilməz, açıq şəkildə. Demək istədiyim odur ki, bu Rusiya xeyir eləyir ki, müəyyən qədər bu proses uzansın və sonradan ola bilsin ki, onun istədiyi kimi, onun moderatorluğundan bu məsələ həll olunsun. Ancaq Trump da çox şeydə güzəşt eləsə də bu sülh yaratma məsələsində ortada Nobel mükafatı olduğuna görə bunu heç kimə vermək istəmir və məncə verməz də. Eyni zamanda hamıya məlumdur ki, Paşinyan orduya tam nəzarət eləyə bilmir. Düzdür, Paşinyanı udacaq siyasətçi yoxdur. Ancaq dəstəyi də həddindən artıq azdır və orduda dəstəyi ümumiyyətlə sıfıra yaxındır demək olar ki. Bir məqam gözləyirlər. Əgər Amerika vaxtında arxasında durmasaydı, çoxdan devirmişdilər yəqin ki. Sizin də yanaşmanızı öyrənmək istəyərdik bu təxribatlarla bağlı. Neçə müddət bu davam edə bilər? Sülh müqaviləsi imzalanana qədər. Yenə də batışmalar olacaq. Olacaq, ara-sıra. İndi söhbət o iri miqyaslı hansısa bir gərginlikdən söhbət getmir. Amma bu tipli təxribatlar zaman-zaman olacaq. Bəzən aylarla olmayacaq, necə ki biz bunu müşahidə edirik. Və bəzən də bax bu cür son günlər yaşadığımız proseslər yaşana bilər. Əsas odur ki, xoşbəxtçilikdən son günlər bu baş verən təxribatlarda hansısa bir yaralı, itki falan yoxdur. O vacib məqamdır. Amma bir daha qeyd edirəm, sənəd imzalanmayana qədər sülh, yekun sülh müqaviləsi bu cür təxribatlar olacaq. Nə qədər ki, bölgədə də maraqlar var, Abxalınlarım dedi, o maraqlar imkan vermir ki, normallaşma öz axarında gedə bilsin. Ona görə müxtəlif burada maraqlar var, müxtəlif ölkələrin bu proseslərə təsir imkanları var. Doğrudur, Azərbaycana bu təsirlərin elə bir ciddi əhəmiyyəti yoxdur. Azərbaycanın müqavimət gücü çox böyükdür və Azərbaycan qalib dövlətdir, gücü də fərqli artıq bir səviyyədədir. Amma Ermənistan kifayət qədər həssas bir durumdadır.
Ermənistan bu təzyiqlərə kifayət qədər açıqdır. Ona görə də Ermənistan tərəfləri bu proseslər yaşana bilər. Yəni o baxımdan biz hələ bu məsələ yekunlaşana qədər ara sıra bax bu tipli demək təxribatlar da görəcəyik. Baxmayaraq ki, bizdə ən mötəbər saytlardan biri hətta belə bir proqnoz vermiş ki, apreldə hansısa bir toqquşmada ola bilər. Bəli, Kalibr belə bir açıqlama, belə bir açıqlama yazı da dərc var, amma yəni bunun da əsas səbəbi biz həmişə demişdik, Ermənistan silahlanmasını müəyyən həddə qədər çatdırıb, özləri də deyir ki, bizə 4-5 il vaxt lazımdır, faktiki olaraq 44 günlük savaşdan sonra 4 ildən artıq vaxt keçib, hesab edirlər ki, müəyyən qədər vəziyyəti düzəldiblər və xüsusilə də Hindistandan və Fransadan alan silahlar real döyüş şəraitində müəyyən qədər sınaqdan da keçməlidir. Xüsusilə də Hindistan silahları hələlik real döyüş şəraitində sınaqdan keçmir. Və belə bir cəhdlər ola bilər, amma doğrudur. Mən sülh sazişinin yekunlaşması ilə bağlı bəyanatdan sonra bu ehtimalı çox az belə düşük hesab edirəm. Amma bütün hallarda belə bir ehtimalda az da olsa var. Bu mümkün variantdır. Yəni hansısa bir şərtlər dəyişəndə Ermənistan o cür addımlar ata bilər, amma nəticəsində məncə bəllidir. Oktay, mən bir suala da cavab istəyim. Bax, bu dəqiqə Cənubi Qafqazda hərbi gərginliyin artmasını istəyən kimlər var? Hərbi gərginliyin artmasını istəyən çox müxtəlif qüvvələr var. Məsələn, Rusiya istəyər ki, müəyyən qədər artsın. Çünki özü məsələsini bitirmədən burada işin yekunlaşması isə hətta ən qatı Rusiya pərəst erməni siyasətçiləri belə bunu açıq şəkildə ifadə edirlər ki, yəni biz Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra bizim Rusiyaya ehtiyacımız yoxdur. Bunu ən qatı Rusiya pərəst Vazgen Manukyan xatırlayıcısı hələ o dövrdən 2020-ci ildən sonra dəfələrlə deyib. Digərləri də bu ifadəni işlədiblər. Fransa maraqlıdır. Çünki Güney Qafqazda gərginliyin qalmasında Fransanın marağı ondan ibarət ki, bir formada Ermənistan yanında bölgədə özünün mövcudluğunu qoruyub saxlaya bilsin, Ermənistan üzərindən müəyyən siyasətini həyata keçirə bilsin. Bu var. Avropa İttifaqının müəyyən ölkələri, Avropa İttifaqı burada ən azı artıq bu mülkü deyil, yarım hərbi missiyası ilə təmsil olunur. Onların marağı var ki, müəyyən qədər gərginlik olduqca o missiyanın burada qalma müddəti uzanır. Bu da vacib məsələdir. Ona görə elə istəyə bilirlər. Qonşu dövlətlər var ki, istəyirlər ki, Ermənistan, Azərbaycanla müəyyən arasında gərginlik olsun. Və faydalansınlar. Hə, onlar da ondan faydalansınlar. Yəni, region ölkələrindən tək Türkiyədir ki, səmimi şəkildə regional ölkə dövlətlərdən söhbət edir. İstəyir ki, doğrudan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın, Zəngəzur dəhlizi açılsın və tərəflər arasında əməkdaşlıq formatları yaransın və Ermənistanla Türkiyə münasibətlərinin normallaşsın. Əslində, bu ən çox Ermənistanın faydasına. Çünki Türkiyənin Ermənistan üzərində götürəcəyi iqtisadi dividendlər nə qədər erməni mediası yazsa da, ekspertlər desə də, çox böyük dividendlər yoxdur. Amma Ermənistan məhz Türkiyə üzərindən Avropaya çıxa bilər, qərbə açıla bilər ki, bu Ermənistan üçün həyata əhəmiyyət daşıyan məsələdir. Yəni, Qaradəniz üzərindən deyil, birbaşa Anadolu üzərindən açılım var. Həm yaxın orta şərqə açılım var, həm qərbə açılım var ki, bunlar Ermənistanın xilası deməkdir. O baxımdan çox müxtəlif qüvvələr var. Onlar heç də hamısı bölgədə sülh istəmirlər. Hə, hazırki Biden administrasiyası istəyərmi? Məncə istəyər. Abtalib müəllim demişkən, yarımçıq da olsa, tez tələsik də olsa, nəysə bir sənəd imzalanır, sülh müqaviləsi imzalanır deyə, Amerikada bu da çox ciddi qatqıda bulundu deyə, onun üzərindən daha da bir Nobel mükafatı alabilir. Və deyim ki, sizə bu tərəf daha ağır gəlir. Türkiyə və Amerika Birləşmiş Ştatları tərəzinin o biri gözünə bütün dünyanı qoysaq da yenə bunlar ağır gələr. Ancaq bir şey var ki, Paşinyanın özü də sülh istəyibmi? Çünki özünü elə vəziyyətə salıb ki, anti-Rus bəyanatlar verdi, Rusiya arxa çevirdi, Amerika ilə strateji tərəfdaşlıq müqaviləsi imzalandı, indi dünya dəyişdi birdən-birə. KTM-də fəaliyyət dayandı. İndi təsəvvür edin, indi bilmir nə eləsin. Çünki məlum oldu ki, Trump elə Putin'in yaxın dostlarından biridir və demək olar ki, eyni mövqedən çıxışırlar çox məsələlərdə və çox işğalçı planları da var. Artıq Trump Putinləşib artıq demək olar ki. Onun da müəyyən ərazilərdə gözü var və Rusiyanın ola bilsin ki, dəstəyinə də ehtiyacı olsun. Yəni, indi Paşinyan nə eləsin? Getdi Vaşinqtona üzrə baxmadılar. Hətta Trump'ın and içməsini də gözləmədi. Əvvəldən getdi ki, bəlkə nəsə bir qarantiya verərlər, nəsə bir xoş söz eşidər.
Heç xoş söz işləyəcək adam da tapmadı. Elə vitse-prezidentlə yəqin ki, elə salamlaşdı, ayrıldılar. Bu vəziyyətdə indi Paşinyan neynəsin? Təbii ki, o da tərəddüd edir. O da qorxur. Rusiyanın istəmədiyini bilir və Rusiyanın xoşuna gəlməyən hərəkət eləməkdən də qorxur. Əvvəl, misal üçün, Paşinyan parada gedərdimi heç? Ancaq indi getmək istəyir. Amma belə bir şey var da, siz deyirsiniz, Birləşmiş Ştatlar üz vermir Ermənistana, aydın məsələdir. Amma elə edilən hərəkətlərə baxın. Məsələn, Almaniyada hərbi bazada Birləşmiş Ştatlara məxsus hərbi texnikanın Ermənistana gətiriləcəyi ilə bağlı xəbərlər yayılır. Bu yay aylarında, tarixi unutduğunuz təəssüflər olsun, yay aylarında baş tutacaq. Müxtəlif hərbi texnikalar, silah, sursat, tank, hərbi maşınlar və s. və ilax gətirilir Ermənistana. Ad da belədir ki, hərbi təlimlər üçün istifadə olunacaq. İndi bir açıqlama var, deyirlər ki, Birləşmiş Ştatlarla Avropanın münasibətini hazırda nəzərə alsaq, Ermənistana bu hərbi texnikanın nəyə görə gətirildiyi bəllidir. Bəzi adamlar bu məsələ üzərində düşünə bilərlər. Sizcə bir əlaqəsi varmı bunun? Bu əvvəlcədən əgər danışılıbsa və təlimlər üçün nəzərdə tutulubsa, biz də yaxşı bilirik də, təlimlər üçün gəlirlər, sonra qalır. Ancaq Trump biznesdən başqa heç nə bilmir. O hər şeyə biznes gözündən baxır. Niyə? Yəməni də bombalayır bu dəqiqə məsələn. Yox, indi burada başqa məsələdir. Onun sülhpərvərliyinə qarşı çıxıblar. O fəxrlə dedi ki, mən nail oldum, baxmayaraq ki, Prezident Biden idi, atəşkəs sazişinə mən nail oldum və qaldırdı ayağa Biden'i də alqışlatdı. Yəni elə ilk addım kimi həqiqətən böyük iş idi. Orada atəşkəs razılaşmasında nəzərdə tutulmuşdu ki, girovlar təhvil verilməlidir, hamısı. Və həmən məsələ hamısını təhvil verməyib. Ona görə, bir tərəfdən İsraillə bağlı, siz Hüsitlərlə bağlı məsələni verirsiniz. Bu da gəmilərə problem yaradır. Burada da biznes maraqları var yenə də. Burada da biznes maraqları var və üstəlik oradan İrana hücum üçün də imkan var. Arxasında İran durur deyir. Bir də İsraillə mal daşıyan gəmilər qurulur axı. Mən deyir, İranı sındırmışdı. İran həqiqətən də Trump'ın dövründə İran çox pis vəziyyətdə idi. 2018-ci ildə sanksiyalar tətbiq elədi və kəskin şəkildə 2018-2019 Trump gedənə qədər İran iqtisadiyyatı demək olar ki, çöktü. Biden gələndən sonra nəfəs almağa başladılar. Deyir, əgər mən olsaydım, o xüsusiyyətlərə nə cür kömək eləyə bilərdi? Yəni, burada da İran faktoru var və bir tərəfdən özünün oradakı iqtisadi maraqlarını düşünürsə, digər tərəfdən İrana qarşı müəyyən planlar da var və onlar artıq yəqin ki, işə düşüb. Mən o sualına bağlı sizə qayıdacağım. Bu Almaniyadan hərbi texnikanın Ermənistana yay aylarında gətirilməsi təlim adı ilə və bir neçə gündən sonra deyilənlərə görə o geri qaytarılacaq Almaniyaya. İndi açıqlamalar gəlir, çünki bu məsələ bir çox qüvvələri narahat edir. Deyirlər ki, Birləşmiş Ştatlarla Avropanın münasibətini nəzərə alsaq, o hərbi texnikanın Ermənistana gətirilməsi səbəbləri bəllidir. Hansı məna çıxır ortaya? Bu məsələ açığı bir balaca ziddiyyətdə burada məqamlar var. Birincisi, oradan həmən hərbi bazadan texnikanın çıxarılması ilə bağlı hansısa mən rəsmi bir məlumata rast gəlmədim. Bunlar bir iddialardır. Təbii ki, biz iddiaları kənara qoya bilmarıq, ona ciddi yanaşmalıyıq. İkincisi, bu iddialara əsas verən məsələlərdən biri, xüsusilə Trump gələndən sonra Amerikanın, Avropanın təhlükəsizliyindən faktiki olaraq imtina eləməsi məsələsi var ortada. Məncə o imtina deyil, əslində Avropanı biraz da Rusiya təhlükəsindən üz-üzə qoyub özlərini daha bağlı saxlamaq. Yox, əslində bazı açıq şəkildə imtina edir. Mənə güvənməyildi. Yəni, əslində məsələ o siyasət aparmağına Avropa İttifaqını məcbur edir ki, 800 milyard dollarlıq bir hərbi artıq quruculuq paketi qəbul edilsin. Və belə iddialar da var ki, Avropadan özünün qoşunlarının bir hissəsini çıxarmaq istəyir. Amma mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatları 80 ildə qurduğu arxitekturanı birdən-birə bu tezliklə dağıtsın. O ki, qaldı Ermənistana gətiriləcək hərbi texnika. Bu, təbii ki, əgər təlimləri adı ilə gəlirsə, onun oradan getməsi variantı mən istisna edirəm. Gəlsə qalacaq. Gəlsə qalacaq. Amma Amerikanlar özü orada olacaqmı? Hərbi baza quracaqmı? Onda çox qəribə bir vəziyyət yarar. Ermənistan balaca bir ölkədə, amma orada Rusiyanın hərbi bazası var. Amerikanın hərbi texnikası gəlirsə, yəqin bir dənə də baza bunlar qurulsa və Avropa İttifaqının da yarım hərbi kontingenti, missiyası oradadırsa, onda Ermənistanda biz ciddi şəkildə faktiki olaraq bir-birindən
hələ də rəqabətdə olan tərəflərin rəqabətini görəcəyik ki, bu Ermənistanda vəziyyəti olduqca ciddi bir vəziyyətə gətirə bilər. Təsəvvür edirəm ki, kiçik bir Suriya modeli kimi bir şey orada. Diqqət edin, Suriyada İranın hərbi bazası vardı, Rusiyanın vardı, Amerikanın var idi, nə bilim, Fransanın kontingenti vardı, o PKK, PYD dəstələrinə təlimlər keçirdilər, digər ölkələrin. Yəni, Ermənistanda belə bir şey olacağı açıqcası təsəvvür eləmək çox biraz çətin məsələdir. Yox, üstəlik Rusiya ilə olan müqavilə də buna imkan vermir. Hərbiçilərin gəlməsi üçün Rusiya tərəfindən razılığı olmalıdır. Həmin müqavilədə belə bir müddəa var. Amma Rusiya prezidenti ilə Amerika Birləşmiş Ştatları prezidentinin münasibətləri çox yaxşıdır. Ona görə ikisinə bir bazda kifayətdir. Yox, aydın məsələdir. Onların bir razılığı da gözlənilə bilərmi? Ehtiyac varmı ki, Amerika Birləşmiş Ştatlarında Ermənistan indi çox mu lazımdır? Mən inanmıram ki, elə bir şey. Biden administrasiyası olsaydı, mən bunun ciddiliyini xeyli inanardım. Çünki Biden administrasiyası məsələyə baxışı tamam başqa idi və o dövrdə Türkiyə münasibət də başqa idi. Diqqət edin, məhz xüsusilə də Obama dönəmindən başlayaraq ki, bu daha çox Trump'ın da dönəmində bu davam elədi. Biden də bu yüksək həddə çatdı. Türkiyəni əhatə edən dövlətlərin hamısında bunlar hərbi baza qurdular. Yunanistan'da 12 hərbi baza qurdu. Suriya ərazisində kiçik formatda olsa da bir 15'e yaxın Amerikanın hərbi birləşmələri var. Bundan başqa NATO adından Bolqarıstanda var, Rumuniyada var və s. İraqda var. Yəni Türkiyəni faktiki olaraq müasirə. Bir dənə Ermənistanla bu tamamlanmış sayılardır. Yəni Biden, amma indi hal-hazırda Türkiyə ilə Amerika münasibətlərində Biden dövründəkindən gərginlik daha azdır. Və bu yaxınlarda da Cənab Ərdoğanla Trump'ın telefon danışığı olub. Doğrudur, aralarında kifayət qədər ciddiyyətli məsələlər və xüsusilə də Suriya məsələsində ciddi fikir ayrılıqları qalmaqdadır. Xüsusilə də PYD, PKK məsələsi və s. Amma burada bu hərbi texnikanın ora gəlməsinin də bir məntiqi olmalıdır. Amerikanlar axı Blinken də dedi ki, bizim sərhədçilər və gömrükçülər qısa müddətdə Ermənistana gələcəklər. Bu bəyanatdan 2 aydan çox vaxt keçib hələ gələn yoxdur. Amerikanların prioritetləri, mən bayaq o fikrimə bir də qayıdıram, hələlik Güney Qafqaz deyil. Yəni Ermənistan üzərindən Rusiya ilə qlobal rəqabət mi aparacaq, filan mı aparacaq, bu başqa bir məsələdir. Mən açıqcası bu məsələ əgər reallaşacaqsa, təbii ki, bizim maraqlarımıza ziddir. Bunu bəri başdan deyə bilərik. Amerikanın nə qədər münasibətlərimiz bundan sonra normal olsa da, hər halda başqa bir üçüncü ölkənin Ermənistan ərazisində hərbi bazasının olması bizim maraqlarımıza uyğun deyil. Mən bu cürdə düşünürəm, kim olmasından asılı olmayaram. Yalnız orada bir dənə Türkiyə olarsa, problem olmaz. Gələcəkdə bu bölgənin sabitliyi üçün ciddi bir təminat ola bilər. Amma digərlərinin burada olması hansısa bir məqamda yenidən geopolitik mübarizənin məhz bu bölgədə Güney Qafqazlar qızışmasına rəvac verəcək. Yox, üstəlik o təlimlərin də elə iri miqyaslı təlim olacağını mən güman edəmirəm. Bundan əvvəl sülhməramlar bir 100-ə yaxın adam gəlmişdi. İndi də yəni ki, belə sözünün əsl mənasında geniş miqyaslı təlimlər ola bilməz. Və ora nə qədər texnika gətirilə bilər ki, o cür təlimlər üçün. Və bunun da bir adı olmalıdır da. Yəni Ermənistan ərazisinə belə bir şey eləmək qeyri-mümkündür. Rusiya da buna imkan verməz. Yenə də deyirəm, hərbi baz haqqında həmin o 49 illik razılaşmada açıq şəkildə yazılıb. Hərbi qüvvələr yalnız Rusiyanın razılığı ilə ora gələ bilər. İndi sülhməramlara etiraz eləmədi. Sülhməramların təliminə etiraz eləmədi Rusiya. Ancaq iri miqyaslı təlimlərə etiraz edən haqqı da var. Orada başqa bir şey də əlavə edeyim. Yəni Ermənistan ərazisi çox böyük olmadığından, həm də orada aşağı-yuxarı poligonların da sayı bəllidir. Hərbi təlim mərkəzlərinin. Onların da əksəriyyəti Rusiyanın nəzarətindədir. Yəni Rusiya hərbi bazasının təlim keçdiyi ərazilərdir. Bu olsun Gümrük istiqamətində olsun, Alagözdağ olsun, yaxud Göyçə istiqaməti olsun. Orada əsas hərbi poligonlar oradadır. Digər ərazilərdə çox yoxdur. Armavir hissəsi və s. Ona görə də mən də düşünmürəm ki, Amerikanın orada hansısa böyük bir baza qurması bu saat onların marağındadır, yaxud onu dərhal reallaşdıracaqlar. Bu arada Azərbaycan, İsrail və Amerika Birləşmiş Ştatları üçbucağı yaranması iddiası var. Witkoffun Moskvadan təcili Bakıya gəlməsi, düzdür, yenə vurğulayaq, rəsmi təsdiqini tapmadı, amma mediada bu... Təkzib də olunmadı. Təkzib də olunmadı, düzdür, bu özdə bir
təsdiq anlamına gəlir hansısa formada. Azərbaycan, İsrail və Amerika Birləşmiş Ştatları üçbucağının yaranması ehtimalı var. Belə bir iddia ilə çıxış edirlər və hər bir ölkə bu üçbucaqdan öz maraqları naminə istifadə edə biləcək. Çünki Birləşmiş Ştatların, İsrailin İranla bağlı müəyyən məsələləri var, Azərbaycanın müəyyən planları var, sülhü tez bir zamanda təmin eləmək baxımından və s. və ilaxır. Ona görə də müasir geosiyasi prosesləri nəzərə alanda bu üçbucaq real görsənir yoxsa yox? Belə bir üçbucaq yaransa da bu yalnız iqtisadi əməkdaşlıq. Hər halda təmaslar da bunu deməyə əsas verir. Burada hərbi məqsədlərlə elə bir şey yarana bilməz. Çünki Azərbaycan dəfələrlə Azərbaycan prezidenti açıq şəkildə deyib, bizim ərazimizdən İrana qarşı istifadə oluna bilməz. Deməli, belə bir əgər ittifaq yaransa, daha çox iqtisadi əməkdaşlıq önə çəkilməlidir və yeri gəlmişkən bizim neft şirkəti İsrailin iri qaz yataqlarının birində paya sahibdir. Əməkdaşlıq onsuz da genişlənir. Və bugün elə imzalanmadı. Yəni demək istədiyim odur ki, iqtisadi əməkdaşlıq təbii ki, bizim üçün də çox xoş olardı ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda Azərbaycana bu qədər dəyər verir, onun çəkisini başa düşür və bu cür əməkdaşlıq birliyinin yaranmasında maraqlıdır. Təbiidir. Ancaq mən güman edirəm ki, Uitkofun səfərinin əsas məqsədlərindən biri, bəlkə də birincisi sülh sazişini tezləşdirməklə bağlıdır. Çünki Trump çox tələsir. Trumpa təcili nəticə lazımdır. Ukrayna məsələsi ola bilər, bir 6 ay uzansın. Baxmayaraq ki, Ukrayna durumu günü-gündən ağırlaşır və çox qəribədir ki, özlərini bilməməzliyə qoyublar. Sən ateşkəs razılaşmasına niyə getdin? Sənin Trumpla davanın kökündə əsas o dayanırdı ki, ondan tələb edirdi ki, ateşkəsə getmə. Putin məni 25 dəfə alladıb deyirdi. Ateşkəs məsələsində. Və ona görə də o qalmaqal oldu. İndi sonra sən getdin Ciddədə imzaladın. Ümid nəyədir? Bəlkə Rusiya qəbul eləməyə. Bəlkə Rusiya qəbul eləməyə. Ancaq Rusiyada böyük diplomatiya təcrübələri var. Fakt eləmədi də. Elədi. Necə yəni? Elədi. Aslında qaz elədi. Ammalarla. Məqsəd nə idi? Kursda tam istədiyinə nail olmaq oldu. Və Trump'ın da burada görünür ki, müəyyən iştirakı oldu. Ondan sonra elə bir problem qalmır. Yerdə qalan o səbəblər ki var. Ateşkəsə kim nəzarət eləyəcək? Başqa bir-iki səbəb də dedi. Bunlar hamısı düzələn şeylərdir. Və Putin heç vaxt o ağılsızlığı eləməz ki, Trump'ı qarşısını alsın. Niyə? Yanındadır da 3 tələb qoyur, üçünü də Trump qəbul edir. NATO'ya qəbul olmama məsələsində deyir ki, heç vaxt ola bilməz. Ən əsas tələbi buydu. Müharibə buna görə başlamamışdı. Eyni zamanda etiraf elədi ki, Rusiya qarşı ədalətsizlik olub NATO məsələsində. Günahkar deyir Amerika Birləşmiş Ştatlarıdır. Biden ona söz vermişdi NATO ilə bağlı. Rusiya sərhədlərinə yaxınlaşmamaqla bağlı. Və sözün üstündə durmadı. Yəni Putinə bundan artıq nə lazımdır? Amerika Birləşmiş Ştatlarında belə bir vəkili var və onunla münasibəti də qorumaq, onun maraqlarına xidmət edir. Bəncə bugünkü danışıq da kifayət qədər müsbət nəticələr verəcək Rusiya üçün və sülh üçün. Ancaq Ukrayna üçün çox ağır günlər və ən əsası o şərtləri ki, artıq Trump da qəbul edib, Putin də irəli sürüb. Onu Zelenski nə cür qol çəkə bilər? Nə cür razılaşa bilər? Və kim ümumiyyətlə, Ukraynada kim çıxıb o cür sülhə qol çəkə bilər ki, sən ərazilərdən imtina eləməlisən, əvəzində güya Zaporojye atom elektrik stansiyasından Ukraynanın istifadəsi üçün şərait yaratmağa söz verir. Hətta Odessa məsələsində qoyurlar ki, Odessa limanı da Rusiya. Yəni, çox ağır şərtlərdir və mən hesab edirəm ki, o qalmaqal bundan sonra yaradılmalıydı. Ancaq Ağ Evdə eləməməli. Mövzunu dəyişdik bir balaca, amma mən düşünürəm ki, vaxtımız qalsa axırda bir 5-10 dəqiqə bunu söhbət edə bilərik. Mən Azərbaycan, Birləşmiş Ştatlar və İsrail əməkdaşlığı mövzusunda davam etmək istəyərdim. Oktay bəy, sizin fikirlərinizi eləmək həddindən artıq maraqlıdır. Nə dərəcədə mümkün və real görünən bir şeydir? Əlbəttə ki, bu çox maraqlı bir ideyadır. Nəzərə alsaq ki, Azərbaycanla İsrailin münasibətləri Azərbaycan müstəqillik qazananla inkişaf edən xətt üzrə davam edir və bugün də bizim münasibətlərin faktiki olaraq strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim qarşılıqlı bir çox istiqamətlərdə əməkdaşlıq formatlarımız var. Bu həm ticarət olsun, turizm olsun, iqtisadiyyat olsun, enerji sektoru olsun və hərbi sənaye kompleksi olsun. Bu istiqamətlərdə bizim ciddi əməkdaşlığımız var və hər iki ölkənin əslində bir-birinə ciddi şəkildə ehtiyacı var. Yəni Azərbaycanın ehtiyacının biri odur ki, İsrailin dünyada çox ciddi nüfuzu var. Çox ciddi bir İsrail lobbisi var
Yahudi lobbisi var və onların bizə dəstəyini biz tutanmırıq. Bu kifayət qədər təsirli bir mexanizmdir. Bundan başqa biz İsraillə hərbi texniki sahədə əməkdaşlıq eləmişik və oradan kifayət qədər müasir, yüksək texnoloji silahlar, hərbi texnika almışıq və bizim torpaqlarımızın azad olunmasında İsraillə bu hərbi texniki əməkdaşlığın eyni zamanda İsrailin siyasi mövqeyinin önəmli təsir olub qardaş Türkiyə ilə bərabər. Yəni mən hər ikisinin dəstəyini bu məsələdə çox yüksək dəyərləndirirəm. Yəni İsrail baş nazirin o zamanki erməni jurnalistə açıqlaması da çox birmənalı idi. Azərbaycan Ermənistan və silah məsələsində xatırlayırsınız. İsrailin Azərbaycana ehtiyaclarından həm də biri odur ki, Azərbaycan vasitəsilə Türk dünyası ilə münasibətlər məsələsi var. Çünki İsrail, diqqət edin, İbrahim anlaşmaları deyirlər də, İsrailin müsəlman dünyası ilə əlaqələrin inkişaf etməsinə ehtiyacı var, çox ciddi ehtiyacı var. Ərəblərlə nə qədər ziddiyyətlər bugünə qədər o düşmənçilik səviyyəsində davam edəsə də artıq müəyyən dövlətlərlə münasibətlər normallaşdırılıb. Və eyni mən düşünürəm ki, siyasəti İsrail həm də Türk dövlətləri üzərindən etməklə müsəlman dünyası ilə bu əlaqələri inkişaf etməsi ki, Azərbaycan da burada açar ölkələrdən biridir. Bəlkə də birincisidir, çünki həm burada yaşayan Yahudilərlə bağlı məsələ, tarixi əlaqələr məsələsi var və bizim son 35 illik münasibətlərimizin tarixi onu göstərir ki, biz etibarlı tərəfdaşlarıq və şübhəsiz ki, İsrail Amerikanı da çox güman ki, Trump administrasiyasını inandırmağa çalışır ki, Mərkəz Asiya çıxış, oradakı Trump'ı maraqlandıran o nadir torpaq elementləri deyilən faydalı qazıntılar ki var. Onun istismar məsələsidir, oradakı maraqları təmin eləmək üçün Azərbaycan olmazsa olmazdır. Beynəlxalq nəqliyyat yollarıdır. Söhbət ondan görür ki, Azərbaycan şimal, cənub, şərq, qərb nəqliyyat dəhlizlərinin qovşağında olan dövlətdir. Müasir infrastrukturu ilə, güclü iqtisadiyyatı ilə və stabil cəmiyyəti ilə və bir də faktik olaraq işğal problemini həll etmiş ölkə kimi çox vacibdir və artan nüfuzu və gücü ilə. Həm də hesab edirəm ki, Vitkovun buradakı səfərində digər məsələlər, regional məsələlər də müzakirə oluna bilər. Xüsusilə sülh məsələsi bu bir mənalıdır, inanıram ki, bu %100 müzakirə olunub. Ola bilsin ki, hansısa bir mərhələdə Azərbaycan bu Amerika-Rusiya danışıqlarının burada bir formatı da ola bilər, burada keçən meydança da ola bilər ki, bu təcrübə Azərbaycanda var. Vaxtilə xatırlayırsa, Rusiya baş qərargahından NATO komandanlığının dəfələrlə Azərbaycanda görüşləri keçildi. Beynəlxalq yəni tədbirlərin təşkilində Azərbaycanın təcrübəsi də var və tərəflərlə münasibət var, etibarlı. Yəni Rusiya ilə baxmayın ki, bu təyyarə məsələsindən sonra müəyyən gərginlik yaşanırsa da, amma hər halda qarşılıqlı ehtimal davam etməkdədir və bu buzlardan nisbətən əriyir. Matviyenkonun dünənki səfəri də onu göstərir ki, Rusiya tərəfi də Azərbaycanın əhəmiyyətini çox yaxşı dəyərləndirir. Telefon danışığı da çox. Yəni bunlar hamısı şərtlərdir. O ki, qaldı bu üçbucaq müttəfiqliyi məsələsi, təbii ki, mən də burada hərbi variantı istisna edirəm. Bundan çünki İran da dəfələrlə olmaya bizim üzərimizə gəlməyə çalışıb, amma heç bir əsas da tapa bilmədilər. Mənim üçün əslində maraqlı nə olacaq? Doğrudan da Amerikan hərbi texnikası Ermənistanda gəlib yerləşəcəksə, İranın buna münasibəti necə olacaq? Mənim üçün əslində daha maraqlısı həm də budur. Amma bizim əlbəttə ki, Amerikanla, İsraillə yüksək texnologiya sahəsində bizim əlaqələrin inkişaf etməsinə çox ciddi ehtiyacımız var. Həm elm, həm texnologiya baxımından, çünki bu ölkələr dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Amma bir problem var. Deməli, Donald Trump'ın Milli Təhlükəsizlik üzrə müşaviri Mike Waltz Hikmət Hacıyevlə telefonda danışdı. Telefonda danışandan sonra X hesabında bir yazı paylaşdı. Dedi ki, biz bu sülh müqaviləsinin indi yekunlaşdırılmasının tərəfdarıyıq. Məhbusları azad etməli və regionu daha təhlükəsiz firavan etmək üçün birlikdə çalışmalıyıq. Xüsusən də məhbusları azad etməli istiqaməti, hansı ki, müharibə cinayətlərində təqsirləndirilən erməni əsilli şəxslərdən söhbət gedir. İndi də erməni mətbuatı bunu əlində bayraq tutaraq geniş formada tirajlamağa başlayıb. Bax, deyilən bu sözün, deyilən bu fikrin sülh sazişinin imzalanmasına hansı negativ təsirləri olacaq? Əslində qalsa, o müəyyən negativ təsirləri götürmək üçün verilmiş bəyanatdır. Yəni, erməni cəmiyyəti bu sülh sazişindən narazıdır. Hələ müddaların çoxundan xəbərsizdir, ancaq
Paşinyan ilə bir dəstəyi yoxdur və o məhbuslar məsələsinlə bağlı o bəyanatı verməklə onlara bir ümid vermək istəyir ki, əgər sülh sazişi imzalansa, onlar da azad oluna bilərlər. Aydındır ki, bu cür bəyanatlardan biz yorulmuşuq. Fasiləsiz biz belə bəyanatlar eşidirik və heç vaxt əməl də eləməmişik. Ancaq güman edirəm ki, bunun sülh sazişinin imzalanmasına və Ermənistandakı ictimai rəyə göründüyü kimi müəyyən müsbət təsiri ola bilər və Paşinyanın müəyyən qədər əlini gücləndirə bilər. Ancaq burada biz bir məsələni də nəzərə almalıyıq. Həmin o İsrail, Amerika Birləşmiş Ştatları və Azərbaycan əməkdaşlığına gedərkən biz Trump'ın bəyanatlarını da unutmamalıyıq. Biden'in elədiklərinin hamısının üstündən xət çəkdi. Biden'ə demədiyi təhqir qalmadı və nəzərə almadı ki, davamlılıq olmalıdır. Hakimiyyətlər dəyişsə də dövlət siyasətində bir davamlılıq olmalıdır. İndi sabah Trump gedəndən sonra nə olar? Əgər Biden'in imzaladığı strateji tərəfdaşlıq sənədinə indi heç bir əhəmiyyət vermirlər və gördük Paşinyanın nə cür reaksiya oldu. Sabah hakimiyyət dəyişəndən sonra bu imzalanan sənədə münasibət nə cür olar? Hərçənd ki, respublikaçıların şansı var ki, bundan sonra Vance seçilsin və bir 8 ildə o hakimiyyətdə qalsın. Çünki ağıllı yol tutublar, xalqın iqtisadi maraqlarını önə çəkirlər və xalq da səs verəndə birinci növbədə soyuducuya baxıb səs verir. Ona görə mən hesab edirəm ki, hələ respublikaçıların 12 ilə qədər hakimiyyətdə qalmaq şansları var. Oktay müəllim, deməli Trump'ın milli təhlükəsizlik üzrə müşavirinin məhbuslarla bağlı dedikləri, hansı ki, onların da məhkəmələrdə etirafları var da, məhbusların erməni əsilli şəxslər hansı ki, müharibə cinayətlərində təqsirləndirilirlər. Onlar da bir çox şeylərə etiraf etməyə başlayıblar artıq. Deyir ki, məhbuslar geri qaytarılmalı. Bu bilərəkdən istifadə edilmiş istiqamətdir yəqin ki. Diqqət edirsinizsə, bu məsələ yeni məsələ deyil. Hələ Trump'ın seçki kampaniyası dövründə iki hadisənin biz şahid olub. Bir, Kilikiya demək, evinin Katarikosu birinci aramla telefon danışığı oldu. Onunla bir çox məsələlər, o cümlədən Azərbaycan-Ermənistan münasibətləri müzakirə edildi. Bundan sonra Trump'ın başqa bir demək, öz sosial şəbəkəsində açıqlaması oldu. Bu da Qarabağ ermənilərindən bağlı, məhz bu məsələlərlə bağlı. Bu da şübhəsiz ki, Trump'ın komandasında da müəyyən şəxslər var ki, bu iş gizlidir. Dövlət katibi Marco Rubio Azərbaycana neqativ münasibətin olduğunu biz bilirik. Mən demirəm, Biden administrasiyası dövründə olduğu qədər erməni diasporasına yaxınlıq var, amma yox, müəyyən qədər, müəyyən şəxslər var ki, onlar bu və digər formada bu məsələlərə təsir edə bilərlər. Bundan başqa Tulsi Gabbard, Milli Kəşfiyyat İdarəsinin rəhbəri, birisi ki, o Qarabağa da səfər edəmişdi qeyri-qanuni və Azərbaycanın qara siyahısına da salınmışdı. Amma bu Volz təbii ki, təcrübəli bir şəxsdir, baxmayaraq ki, hakimiyyətə yeni başlayıblar və Rusiyanın da danışıqlarda iştirak edən əsas şəxslərdən biridir. O məsələləri əslində gündəmə çıxarmaqla bu biraz iki başlı bir ifadədir. Həm erməni tərəfinə o demək mövqe, mən də Abdülhalib müəllimlə razıyam ki, verilir ki, bu sülh müqaviləsi imzalansa bizim də məlumatımız var, sizin üçün xüsusi bir təhlükə yoxdur, biraz rahatlatmaqdır. Eyni zamanda müəyyən ümidlər də verir ki, o şəxslər azad olunmalıdır. Amma bunun azad olunmasının yolu bir nəfər, hətta ölkə prezidentinin belə sərəncamına ola bilməz. Hal-hazırda məhkəmə gedir. Bu məhkəmədə xeyli məsələlər açıqlanır. Bunun nə qədər beynəlxalq təşkilatlar, səfirliklər filan reaksiya verməsələr də, bunu qulaqlarına vursalar da, amma faktik olaraq hər şey yayınlanır və o ifadələr, o etiraflar da ortadadır. Yəni, Azərbaycan bütün hallarda, hətta Amerika istəsə belə o prosesi yekunlaşdırmadan onların buraxılmasını təmin edəməyəcək. Bu bir mənalıdır. Onlar bütün proses getməlidir. Bütün məsələlər, hansı ki, onlar verə biləcək o məlumatlar ictimaiyyətə açıqlanmalıdır, beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır. Hələ bu prosesin dalı var axı. Çünki orada verilən etiraflar əslində Ermənistan siyasi hakimiyyətini də çətin vəziyyətə salıb. Paşinyan və komandasının biraz da cığallığı həm də bununla bağlıdır. Çünki burada çox ciddi məsələlər açıqlar. İskəndər raketlərinin atılması məsələsi olsun, Azərbaycanın döyüş bölgəsindən uzaq şəhərləri olan Mingəçevir, Bərdə, Tərtər, Gəncənin digər, o cümlədən Bakıya atılan raketlərlə bağlı bu qərarların kim tərəfindən verildiyinə bağlı orada etiraflar var. Baş qərargah və baş nazir.
Ona görə mən düşünürəm ki, məhkəmə prosesi axarında gedəcək, o şəxslər cəzalarını alacaqlar. Ondan sonraki dönəmdə doğrudan da böyük sülh prosesi gedəcəksə, yeni əməkdaşlıq formatı açılacaqsa, erməni cəmiyyəti konstitusiyanı dəyişəcəksə, o zaman bu məsələlərə baxmaq olar. Yoxsa indi Amerikadan bir söz deyildi, dərhal da bu əməl olundu. Elə sizin dediyinizə gətirib bir cümlə demək istəyirəm. Buyurun. Azərbaycan prezidentinin bu barədə bir bəyanatı var. Deyir, bu böyük güclər elə bilirlər ki, onlar nə desələr, dərhal yerinə yetiriləcək. Reaksiyamız yəqin verirlər. Əlbəttə. Təşəkkür edirəm sizə də. Qeyd edeyim ki, qonaqlarımız siyasi ekspertlər məndən sağda Abu Talib Səmədov idi. Eyni zamanda Oqtay Qasımovla da biz regionla bağlı bir çox prosesləri müzakirə etmiş olduq. Yenidən görüşərik. Hələlik.